Gəlib çıxdıq kəndimizə. Gedirik arıları qoyduğumuz yerə. İnşallah düzəltdiyimiz altlığı da 4 dənə bölməmiz var orada. Qalıb kərpizlərin üstündə qoyacağıq. Həmən o düzəltdiyimiz konstruksiyanın üstünə rahat şəkildə duracaqlar orada. Artıq çatırıq. İnşallah Allahın izni ilə. Yağış yağmır, gedib həll eləyəcəyik. Artıq o 4 dənə yeşiyi də orada toz basıb. Gedək onları da yerdən qaldıraq. 2 konstruksiya artıq hazırdır orada. Bu üçüncüsü də gedir. İnşallah davamını çəkəcəm. Gəlib məkanımıza çatdıq. Elhamdülillah. Artıq iş başına. Demək, yeşiklərimizi ot basıb gəlib çatmışıq. İndi bunları düzəltdiyimiz o stoykanın üstünə qaldıracağıq inşallah. O birislər stoykanın üstündədir, bunu qaldıracağıq inşallah. Stoykalarımız da buradadır. Qoyduqlarımı da sizə göstərərdim. Artıq otu biçməyin də vaxtı çatıb, yağışlar imkan vermir. Stoykalarımız da burada. Bax, belə bunlar bizim arı yeşiklərimizi saxlayırlar. Bax, belə şeydir. Çox rahat və gözəl şəkildə. İndi o birisini də düzəldib göstərəcəm. İnşallah. Bəli, demək olar ki 10 dəqiqənin içində, 10 dəqiqənin içində arılarımızın yeşiklərini qaldırdıq. Kərpicləri altlarından götürdük. Və düzəltdiyimiz həmən bu quruğunu 3-6 ramkalıq yeşiyin altına yerləşdirdik. Arılarımız xoşbəxtdir. Ümidvaram ki, çox rahat, konstruktiv, heç bir əziyyəti olmadan rahat şəkildə həm daşınır, həm quraşdırılır və hündürlüyü də münasibdir, işləmək üçün rahatdır. Bu qədər bəsit, bu qədər hasant, bu qədər rahat. Deməli, Zaur qardaş, birinci yeşikdə ana arı yoxdur. Birinci yeşikdə ana arı yoxdur, yumurta yoxdur, bir günlük yumurta da yoxdur. Ümumiyyətlə ana arı yoxdur. İkinci yeşiyin ana arısı var, üçüncü yeşiyin ana arısı var. Üçüncü yeşiyin rasplodu yaxşıdır. Ortadakı yeşik yavaş-yavaş elə bir günlük yumurtalar qoyub. Deməli, birinci yeşiyin ana arısı yoxdur. İkinci yeşik yavaş-yavaş yumurta qoyur. Sarı, əladır. Deməli, mən nə elədim? Mən bu yeşikdən, ağ yeşikdən, rəngsiz yeşikdən açdım, baxdım. Bütün rasplotdur 6-7 ramka. Harca bir 6 ramka rasplotdur. 6 ramka. Qalan 4-5 ramka baldır. Deməli, buradan bir dənə bir günlük yumurtası olan, az çıxışlı rasplodu olan və bir günlük yumurta var idi orada. Bir də 3-4 günlük qurt var idi. Onu gətirdim, bir dənəsini verdim ora. Yəni, keçən dəfə yadıma düşdü. Sən dedin ki, ora o birisi yeşiyə, mən də həyətdəki yeşiyə verək ki, erkəkləşmə gedməsin, başların qaçsınlar. Hoşum belə. Deməli, birinci yeşikdə məndə ana arı yoxdur. Rəngsiz yeşikdən bura bir günlük, 3-4 günlük, bir də rasplod olan çərçivə verdim. Buradakı da bir dənə boş çərçivə var idi. Bunların yemi də azdır. Bunların yemi də azdır. Balları var, amma azdır. O boş çərçivə var idi. Deyəsən, balı yeyib götürür. 24'lik. Onu götürdüm. Onu qoymadım ora. O belə.